Azərbaycan uşaqlarının 5-ci Ümumrespublika forumu keçiriləcək. Bunu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən Mənim Səsim, Mənim Hüquqlarım adlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, ötən il pandemiya və vətən müharibəsi ilə əlaqədar forum ertələnib. Forumun bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur. Komitə sədri Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən və uşaq hüquqlarından danışaraq bildirib ki, bu sahədə müəyyən problemlər mövcuddur. Uşaqların hüquqların əlçatanlığının effektiv olması komitənin əsas vəzifələrindən biridir. Hesab edirəm ki, bu tədbir hər zaman olduğu kimi bu dəfə də uşaq siyasəti, uşaq hüquqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlərə bir nəzər salmaq, perspektivdə duran vəzifələri müzakirə etmək üçün çox gözəl bir fürsətdir və nəzərə alsaq ki, bugünkü konfransı əsasən uşaqlar idarə edir və onlar bu sahədə görülmüş işləri dəyərləndirəcək, problemləri səsləndirəcək və qarşıdakı özlərinin nəzərdə tutduqları 5-ci Ümumrespublika forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparacaqlar və diqqətinizi çatdırmaq istəyirəm ki, bugün 5-ci forumun startı verilir və iyul ayından başlayaraq regionlara səfərlər başlayacaq. Ötən il dünyada və Azərbaycanda pandemiya ilə əlaqədar uşaqlar üçün çətin olub. Bunun onların təhsilinə, asudə vaxtına təsir etdiyini deyən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edward Karvardin bildirib ki, bununla yanaşı bəzi uşaqların ailələrində maliyyə problemi yaranıb. Həmçinin pandemiyanın valideynlər üzərində stresi, psixoloji təsirini də qeyd etmək lazımdır. Bir şeydə müşahidə etdim ki, uşaqlar virusa imkan vermədilər ki, onların həyatını tamamilə dayandırsın. Onlar təhsillərini davam edirdilər, yaranmış şəraitə uyğunlaşırdılar. Qeyd edək ki, tədbirə müxtəlif regionlardan 94 uşaq Zoom platforması vasitəsilə qoşulub. İlahə Vəliyeva, Musa Qulam Mirzəyev, APA TV.